Biraz əvvəl biz Şuşa sakininin mənzilində olduq. Onların üzündəki təbəssüm, sevinç hissləri, keçirdiyi hisslər görməyə dəyərdir. Tezliklə bütün sakinlər öz torpaqlarına qayıdacaqlar. Onlar üçün yaradılmış şəraitlər, tikilmiş binalar, salınmış parklar, hər bir şey yüksək səviyyədə idi. Şuşa şəhərinin bir neçə yerlərini gəzdim, gördüm. Şuşa şəhəri çox sürətlə inkişaf edir. İstənilən Azərbaycan Respublikasının vətəndaşı burada olub, burada yaşamaq istəyər, burada işləmək istəyər. Bu imkanları bizə yaradan rəhbərliyə, dövlət başçısına başda olmaqla minnətdarlığımı bildirirəm.